Bax, bu tikinti sosial şəbəkələrdə gedən AK Parti sədri Tural Abbaslı'nın qanunsuz tikinti olaraq müdafiə elədiyi həmin bu tikintidir. Şəxsi ətyanı torpaq sahəsində vətəndaş heç bir smeta sənədi olmadan Şəhər Salma və Tikinti Arxitektura Komitəsindən keçib icazə almadan öz başına başlatdığı 1000 kvadrat metrlik ərazisi olan böyük bir tikintidir. Yalan informasiyaları AK Partiya sədri çıxıb efirdə sosial şəbəkədə səsləndirərək, qanunsuz tikintini müdafiə edərək sosiallaşdırmışdı. İndi həmin tikintidir çəkib, biz subut olaraq AK Parti sədri Tural Abbaslıya subut edirik ki, sizin sosial şəbəkələrdə müdafiə etdiyiniz qanunsuz tikinti bax budur. Həmin bu tikintinin sahibi də AK Parti siyasi partiyanın üzvü Nurlan adlı şəxsdir.